Salam əziz 39 izləyicilərimiz, əzizlərim, bugün Məhəmmədlidə, Məhəmmədlinin demək olar ki, mərkəzində əzizlərim, yoldan cəmi 150-200 metr məsafədə 2 sotlu yarımın içində paket qurca 3 otaq, dostlar, 3 otaq şəxsi tikili ev sizlərə təqdim edirəm, əzizlərim. Gördüyünüz kimi, burada böyük belə bir navesi, dostlar, həyətində, əzizlərim. Yağışlı havada gəlmişik sizlərə baxın çəkiliş eləməyə dostlar. Bu belə gözəl havada evimiz dostlar. Qoşa daşla inşa olunmuş evdir. Şəxsi tikili evdir. Gördüyünüz kimi maşallah olsun. Evimiz kürsülü evdir dostlar. Burada belə bir gözəl baxın dostlar. Belə bir eyvanımız. Hətta dama da çıxış yeri var dostlar. Baxın çornuqat yerdə var əzizlərim. Çöldə hamam sanuzerimiz dostlar. Hatırladım ki, içeride de var ha əzizlərim, hamam sanuzerimiz. Burada da gördüğünüz kimi mətbəxdən eyvana çıxış var dostlar. Evimiz koridor sistemli evdir dostlar. Kombi xətlərinə kimi hamısı çəkilib, hazırdır. Sadəcə kombi və radiatorlarını alırsınız. Allah xeyirli verdir, yaşayırıq dostlar. Burada gördüğünüz kimi belə bir qəşəng mətbəximiz əzizlərim, düzdür. Mətbəx evimiz qurulmayıb, amma ev sahibindən danışır. Həll ediləbilir əzizlərim. Burada belə bir birinci yataq otağımız əzizlərim. Gördüyünüz kimi belə qaratqalarında hamısı bəllidir ki, qoşa daşla inşa olunmuş evdir dostlar. Baxın burada da belə bir yenə hamam sanuzerimiz. Burada qəşəng geniş belə bir gözəl içimizdə yataq otağımız dostlar və gedək sizi qonaq otağı ilə tanış edeyim əzizlərim. Burada da maşallah olsun çox geniş, səliqəli gördüyünüz kimi dostlar. Baxın maşallah çox belə səliqəli, mən necə deyim, özünə yaraşıqlı dostlar. Xatırladıram, Məhəmmədlidə dostlar, Məhəmmədlidə yoldan cəmi 150-200 metr məsafədə 2 sot yarımın içində paket qubca dostlar, paket qubca.